Avtoklinikin bugün çox belə qarmaqarışıq günüdür. Niyə? Çünki bu altı bazardır və altı bazar biz maşallah olsun, yəni orada-burada işləyirik. Deməli, bugünkü maşınlarımızdan biri də indi hər seximizdə bir dənə BMW var, bir dənə buranı çək. Bir dənə F10-umuz burada. Askı sistemi deməli, askı sistemi işlər görülür. Daha sonra keçəcəyik elektrik xidmətlərinə. Belki elektrik problemləri var, onları həll edəcəyik. Daha sonra isə bundan danışım. Bu F30-da isə problem nə idi? Avtomobil sahibi Amerikada, daha doğrusu Koreyadan maşını yeni alıb və evakuatora qoyub, deməli gömrük məntəqəsində birbaşa gətirib bizim yanımıza. Bu avtomobildə də biz bir çox işlər gördük. Bütün sistem təmizləndi, hava sistemi ilə əlaqədar bütün nə qədər sistem var, hamısı təmizləndi. DP filtr, yəni qurum süzgəci, yəni saj və filtr dediyimiz sistemə qədər, katalizator qədər bütün sistem paket şəkildə yuyuldu və bundan əlavə olaraq mühərrik sökülmədən klapanların təmizliyi prosedurunu da həyata keçirdik. Çox yorulmuşam, üzrü sayın, oruçluyam deyə artıq danışa bilmirəm. Deməli, klapanların da hamısını yuduq və tam zamanəti formada. Növbəti prosedur isə bu avtomobildə yağ dəyişmə olacaq ki, təbii ki, avtomobil sahibi 6 ayda gözləyir ki, avtomobili gəlsin bura. 6 ayda isə hamı bilir ki, sürülməyən maşın və yağı dəyişilməlidir. İndi bu avtomobildə biz yağını da dəyişəcəyik və inşallah avtomobil sahibinə təhvil verəcəyik. Kimin avtomobilində problem varsa bizim servis seçib yaxınlaşa bilərlər və yalnız keyfiyyət axtarışında olan müştərilərə xidmət göstəririk. Avtoklinik Azərbaycan.